Sumqayıt şəhərində məişət tullantıları konteynerlərinə tikinti tullantılarının atılması halları ilə bağlı nəzarət tədbirləri daha da gücləndirilib. Sumqayıt şəhər Təmizlik Departamenti bildirir ki, bu cür hallara artıq güzəşt edilməyəcək. Faktlar qeydə alınacaq, məsul şəxslər müəyyən ediləcək və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək. Bununla bağlı aidiyyatı dövlət qurumlarına rəsmi məlumatlar təqdim edilib, müvafiq məktublar göndərilib və nəzarət mexanizmlərinin daha da gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Ev remontudur, gətirib töküklər bura. Serkatski küçəsi 11-ci mikroyun arxası. Burada da divan qırığı, taxtalar. Taxtaları meşoqlara doldurub gətirib yığdılar yamanın içərisinə. Şifer qırıqlarıdır, taxta parçalarıdır. Məişət tullantısı ilə bir yerdə qarışıq. Bundan sonra qanunvericiliyin tələblərini pozan şəxslər barəsində inzibati tədbirlər görüləcək və onlar cərimələnəcək. Şəhərdə aparılan mütəmadi monitorinqlər zamanı bəzi vətəndaşların beton qırıntılarını, kərpic, kafel, qapı və pəncərə hissələri, eləcə də digər iri həcmli tikinti tullantılarını məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlərə atdığı müəyyən edilib. Bu isə həm konteynerlərin sıradan çıxmasına, həm tullantı daşıyan xüsusi texnikalara ciddi ziyan dəyməsinə, həm də tullantıların vaxtında daşınmasında problemlərin yaranmasına səbəb olur. Departament əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində profilaktik reydlər keçirilir. Sakinlərlə maarifləndirici söhbətlər aparılır və onlara tikinti tullantılarının yalnız müəyyən olunmuş qaydada daşınmasının vacibliyi izah edilir. Qeyd olunub ki, tikinti tullantılarının məişət konteynerlərinə atılması yol verilməzdir və belə halların təkrarlanmasına qətiyyən imkan verilməyəcək. Eyni zamanda Sumqayıt şəhər Təmizlik Departamenti yalnız şəhər sakinlərinə deyil, aidiyyatı qurumlara, digər əlaqədar təşkilatlara da müraciət edərək sakinlərlə mütəmadi profilaktik söhbətlərin aparılmasını, tikinti işləri həyata keçirən şəxslərin əvvəlcədən məlumatlandırılmasını və qaydalara əməl olunmasına ciddi nəzarət edilməsini xahiş edib. Tikinti tullantılarının məişət tullantıları konteynerlərinə atılması qanun pozuntusudur və belə hallara yol verən şəxslər inzibati məsuliyyət daşıyacaq. Sumqayıt şəhər Təmizlik Departamenti şəhərin təmizliyinin qorunmasını, hər kəsin ortaq məsuliyyəti olduğunu vurğulayaraq, sakinləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Bildirilir ki, şəhərin sanitar vəziyyətini pozan, kommunal xidmətlərin işinə mane olan və dövlət əmlakına ziyan vuran hallara bundan sonra prinsipial yanaşılacaq və qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə olunacaq.